həyat yoldaşım. Məni ayda bir dəfə döysə razıyam. Qadın kişiyə ilk şillədən sonra aşık olmuş. Bizim cəmiyyətdə döyülməyi biz bu qədər norma kimi qəbul edirik. Hətta sanki biz bundan zövq alırıq. Bu sindromun adı Stockholm sindromu ilə üst-üstə düşdüyü qeyd olunur. Ki harda bir abuziv münasibət var. Bir tərəf zorakılıq göstərir, digər tərəf bu zorakılığın qurbanıdır. Və müəyyən bir psixoloji proseslərə görə həmin o zorakılıq qurbanı zorakılıq edən şəxsə sevgi ilə baxır. Çox fərqli emosional şəkildə ona bağlı olur və ona qarşı olunan zorakılıq kimi qəbul etmir. Hətta zorakılığın qurbanı olduğu üçün bununla fəxr edir. Bunun yenə də bizim cəmiyyətdə qadınların xüsusən bu qədər döyülməyə müsbət baxmağın ən vacib səbəblərdən biri bizim mədəni kodlardır. Çünki bizim mədəni kodlar nə deyir? Əsas odur ailən olsun, ailədə sevgi döyülməklə özünü ifadə edə bilər. Əgər sənin həyat yoldaşın səni döyürsə, sevdiyin insan səni döyürsə, demək ki o səni sevir. Demək ki, sənə olan dəyərini sənə bu cür şəkildə göstərir. Fəxr etməlisən ki, sən həmin şəxslə eyni evdə qalırsan, onunla ailən var və sən cəmiyyətə sübut edə bilərsən ki, sən müdrik qadınsan və heç bir zorakılığa baxmayaraq sən bu ailəni saxlaya bilirsən. Mədəni kodlar zorakılığı o qədər romantikləşdirir ki, filmlər vasitəsilə, atalar sözləri vasitəsilə, hər gün valideynlərin davranışları vasitəsilə, media vasitəsilə biz artıq zorakılığı norma kimi qəbul edirik və bunu bütün davranışlarda ifadə etməkdən çəkinmirik. İndiki nəsil, indiki qadınlar bunun üzərində işlədikcə onların etdiyi bu cəmiyyət üçün ən böyük irs elə bu mədəni kodların dəyişməsi olacaq.